Salam, hər vaxtınız xeyir olsun yoldaşlar. Bu gün sizinlə Dövlət İmtahan Mərkəzinə düşən PMS 1-ci mərhələ üçün 5 ballıq məsələlərdən aktivlərin qiymətdən düşməsi ilə bağlı bir məsələyə baxırıq. Məsələmizin şərti belədir. 31 dekabr 2007-ci il bitən hesabat tarixinə XY şirkətinin nəqd yaradan vahidini təşkil edən aktivlərin dəyəri haqqında məlumatlar verilir. Müəssisə həmin tarixdə nəqd yaradan vahidin qiymətdən düşməsini yoxlayır. Məlum olur ki, nəqd yaradan vahidin istifadə dəyəri 250 min AZN, satış xərcləri çıxılmaqla ədalətli dəyəri isə 245 min AZN-dir. Bundan əlavə olaraq tikilinin bərpa edilə bilən qiyməti 160 min AZN müəyyən edilib və bizə aktivlər barəsində ümumi qiymətdən düşmə üzrə zərər nə qədərdir və sonda aktivlərin hər birinə ayrı-ayrılıqda düşən qiymətdən düşmə üzrə zərər nə qədərdir, bunu soruşur. Əvvəlcə biz burada özümüzdə qeyd edək, nəqd yaradan vahidini təşkil edən aktivlərin balans dəyəri 290 mindir. Və burada bizə istifadə dəyəri verilib, bir də satış xərci çıxılmaqla ədalətli dəyər verilib. Biz bilirik ki, qiymətdən düşmə üzrə zərəri tapmağımız üçün əvvəlcə biz bərpa edilə bilən dəyəri tapmalıyıq. Bərpa edilə bilən dəyər nədir? Bərpa edilə bilən dəyər satış xərci çıxılmaqla ədalətli dəyər ilə, yəni 245 mindən istifadə dəyəri, yəni 250 min arasında ən böyük rəqəm hansıdırsa, bərpa edilə bilən dəyərimiz odur. Deməli, burada istifadə dəyəri daha böyük olduğuna görə bərpa edilə bilən dəyərimiz oldu 250 min. İndi baxırıq. Balans dəyəri 290 mindir, bərpa edilə bilən dəyərimiz isə 250 mindir. Deməli, burada qiymətdən düşmə üzrə zərər mövcuddur. Qiymətdən düşmə üzrə zərərimiz oldu 290 mindən çıxırıq 250 min. Balans dəyəri ilə bərpa edilə bilən dəyər arasındakı fərq bizim oldu qiymətdən düşmə üzrə zərərimiz. Əgər əksi olsaydı, məsələn, balans dəyərimiz 250 min, bərpa edilə bilən dəyərimiz 290 min olsaydı, təbii ki, bu zaman qiymətdən düşmə üzrə zərər olmayacaqdı. İndi bu halda biz tapdıq, qiymətdən düşmə üzrə zərərimiz 40 mindir. Yəni, birinci sual zaten bizdə onu soruşur, qiymətdən düşmə üzrə zərəri. İndi, növbəti mərhələdə bizdən bu qiymətdən düşmə üzrə zərərin bu aktivlər arasında bölüşdürülməsini soruşur. Ki, hansı hallarda, hansına nə qədər şamil edilir? Birinci yoldaşlar, biz bilməliyik ki, əgər qiymətdən düşmə üzrə zərər varsa və hər hansı bir aktiv haqqında məlumat verilibsə, ilk növbədə qiymətdən düşmə üzrə zərəri həmin aktivə tətbiq eləməliyik biz. Yəni, burada baxın, tikilinin bərpa edilə bilən qiyməti 160 min verilib. Hansı ki, balans dəyəri 180 mindir. Deməli, birinci biz xüsusi aktiv barədə məlumat varsa, birinci şamil eləyəcəyik xüsusi aktiv barədə məlumat varsa, qiymətdən düşmə üzrə zərər İlk öncə buna tətbiq olunmalıdır. İkinci, goodwill maksimum dərəcədə sıfırlanmalıdır. Üçüncü mərhələdə yadda saxlamalıyıq ki, qiymətdən düşmə üzrə zərər qısa müddətli aktivlərə şamil edilmir. Dördüncü, qalıq qiymətdən düşmə üzrə zərər, qalıq aktivlər arasında proporsional bölüşdürülməlidir. İndi baxırıq, xüsusi aktiv barədə məlumat. Bizim məsələmizdə belə bir şərt var ki, tikilinin bərpa edilə bilən qiyməti 160 mindir. Amma baxırıq ki, balans dəyəri 180 mindir. Deməli, tikilinin balans dəyəri 180 mindir. Amma bərpa edilə bilən dəyər burada bizə verib ki, 160 mindir. Demək ki, arada olan fərq qiymətdən düşmə üzrə zərər, tikili üzrə. Qiymətdən düşmə üzrə zərərimiz oldu 20 min. Ümumi 40 min qiymətdən düşmə üzrə zərərimizin 20 mini tikiliyə aiddir. Tikilinin üzərinə düşür. Birinci şərti əməl elədik. Baxırıq indi ikinci şərti. İkinci deyir ki, goodwill-i sıfırlamalıyıq maksimum dərəcədə. Goodwill-in balans dəyəri 10 mindir. Yazıram, goodwill balans dəyəri 10 mindir. 40 min qiymətdən düşmə üzrə zərərdən 20 mini tikilinin hesabına yazıldı. 10 mini də yazırıq goodwill-in hesabına. Yazırıq goodwill qiymətdən düşmə üzrə zərər. Çünki bizə deyir ki, goodwill maksimum dərəcədə sıfırlanmalıdır. 20 mini tikilinin üzərinə yazdıq qiymətdən düşmə üzrə zərəri. 10 min qiymətdən düşmə üzrə zərəri yazdıq goodwill-in hesabına. Bizdə qaldı 10 min qiymətdən düşmə üzrə zərər. Yəni, qalıq qiymətdən düşmə üzrə zərər. Yazıram bura, qalıq qiymətdən düşmə üzrə zərər 10 min. Çünki 20 mini tikiliyə yazdıq, 10 mini də goodwill-ə yazdıq. İndi bu 10 min, baxırıq üçüncüyə. Qısa müddətdə aktivlərə şamil edilmir. Yəni, buradakı ehtiyatlar var, 50 min. Biz bu 10 min qiymətdən düşmə üzrə zərəri bu ehtiyatların arasında bölüşdürməməliyik. Çünki bizə deyir ki, qısa müddətdə aktivlərə şamil edilmir. Qaldı dördüncü mərhələdə qiymətdən düşmə üzrə zərəri tətbiq etmədiyimiz aktivlər. Hansılar qaldı? Goodwill-i sıfırladıq. Qalıb lisenziya, tikilini də qiymətdən düşmə üzrə zərəri hesabladıq və avadanlıq qaldı. Lisenziya ilə avadanlıq. Baxırıq, lisenziyanın proporsiya faizinə dördüncü deyir ki, qalıq qiymətdən düşmə üzrə zərər, qalıq aktivlər arasında proporsional bölüşdürülməlidir. Yazırıq lisenziya proporsiya faizi, lisenziyanın proporsiya faizi. Baxırıq, lisenziya 15 mindir, avadanlıq 35 mindir, cəmi 50 mindir.
Proporsiya faizi necə hesablayırıq? 15.000-i bölürük 50.000-ə, tapdıq ki 30%. Deməli, lisenziyanın proporsiya faizi 30%-dir. Yəni qiymətdən düşmə üzrə zərərin 10.000 ki qalmışdı bizdə, qalıq qiymətdən düşmə üzrə 30% lisenziyaya tətbiq olunacaq. Yazırıq qiymətdən düşmə üzrə zərər lisenziya 10.000-in 30%. Və lisenziya qalıq dəyəri, yəni qiymətdən düşmədən sonra qalıq dəyəri nə qədər oldu? 15.000 balans dəyəri idi. 15.000-dən çıxırıq 3.000-i, 12.000 lisenziyanın qalıq dəyəri oldu 12.000. Və qaldı bizdə avadanlıq. Avadanlığın da proporsiya faizi 35.000-i bölürük 50.000-ə 70%. 70% də bizdə oldu avadanlığın proporsiya faizi. Qiymətdən düşmə üzrə zərər avadanlığa, deməli 10.000-in də 70%, avadanlığa 7.000 də avadanlığa təsir elədi qiymətdən düşmə üzrə zərər və avadanlığımızın qalıq dəyəri 35.000 balans dəyərindən çıxırıq 7.000. 28.000 də avadanlığımızın qalıq dəyəridir. Məsələmizin suallarına baxanda ancaq bizdən qiymətdən düşmə üzrə zərərləri və aktivlərimizin son qalıq dəyərlərini soruşur. Bəli, yoldaşlar, 5 ballıq məsələmiz barədə bu qədər. Əlavə suallarınız olarsa, şərh bölməsində yazmağı və kanalımıza abunə olmağı unutmayın. Sağ olun.